Bəyənmədin? Nəsə burada pizzanı hiss edirəm. Arada paşda 20 il fərq var, amma boyda fərq yoxdur. Başladı qız məni öpürər. Gögö ətini qoymuş qabağımıza. Biz bunu nətə yeyək? Nə oldu Sabina xanım? O adam var, yanında oturan adam. O at əti yeyir. Qulağa. Məsələn, McDonald's sağlamdır. Onda bilmir hansı ətdir. Bir dənə babam var. O harda? Amerikada yoxsa burada? Amerikadadır. Salam aleyküm. Salam əleykum. Necəsiz? Yaxşı. Sağ olun, yaxşıyıq. Yaxşı. Yaxşı. Salam əleykum. Yaxşı, siz necəsiz? Yaxşı. Sən bu gün yaman xoşbəxt gördüm. Bir gözəllə oturmuşam ona görə. Sabina oturanda bu qədər xoşbəxt deyildim. Sabin indi işte Sabin. Adın nədir sənin gözəl? İnci. İnci. Maşallah. Neçə yaşın var sənin? 7. Bu gün nə günüdür? Uşaqlar görürüm. Uşaqlar günüdür. Sən böyük kişisən də amma da sən üçün sayılmır ya, yoxsa yox Neçə sən yaşı də var Tuncay? Tuncay neçə yaşı var? 4. 4 yaşın var. Mən Ömər İmanbeyli 8 yaşım var və Avropa Azərbaycan məktəbində oxuyuram. Əla. Səncə bu gün nə gələcək süfrəyə yemək üçün? Nəsə burada pizzanı hiss edirəm. Pizza iyi. Bura bayaq gəlirdi. Öməri ova aparmaq lazım. Mənim adım Rıza, soyadım Bayramov. Mən Avropa Azərbaycan məktəbində oxuyuram, 3-cü sinifdəyəm və 8 yaşım var. Bu gün 1 iyundur. Bəli. Uşaqlar günüdür, sizin gün. Uşaqlar gününü təbrik edirəm. Hamıya can sağlığı arzulayıram. Uşaqlara da yəqin. Mən. Hə. Təbrik edirik uşaqlar. Bayramınız mübarək. Adın nədir sənin? Banu, Neçə yaşın var? 10, Neçənci sinifdə oxuyursan? 5-ci sinifdə oxuyuram. Maşallah. Yemək yeməyi sevirsən? Hansı yeməkləri sevirsən? Burger, pizza, kartoşka fri. Hansını sevirsən? Sabina xanım, siz neçə yaşınız var? Mənim 26. Arada paşda 20 il fərq var, amma boyda fərq yoxdur. Elə onu deyəcəkdim. Onun incinin altında belə karobka var ki, boyu uzun olsun. Gələn dəfələr məndə də elə bir şey İncini istifadə edirəm. qısqandığına hazırdasan. Hə, qısqandım. Paxıllıq elədin. Hə. Məndə də olsaydı, demək olar eyni boyda görsəydik yoxsa. Elə indi eyni boyda görsən. Yox, mən ondan biraz uzunam. Bağçaya gedirsən sən? Hətta bağçada sevdiyi qız da var. Başladı qız var. Nə qız var? Başladı qız məni öpürər. Öpür səni. Hə, Sən eşitdim ona pomada hədiyyə eləmisən. Hə. adı nədir onun? Ana qız. Birazdan bura qəribə yeməklər gələcək, fərqli yeməklər gələcək. Hansı ki, onları yeməyimiz bizim üçün, uşaqlar üçün daha faydalıdır. Amma uşaqlar onu yeməyi sevmir. Baxaq görək siz o yeməklərin dadını bəyənəcəksiniz ya yox. Gəlsin. Gəlsin. Ömər, verilişi izləmisən daha əvvəl? Hə, Bəyənirsən bu layihəni? bəli. Səncə ən favori kimdir? Bilmirəm. Kimin yanında deməyə. Zaur çox gülməlidir. Bura niyə gəlmisən? Mən yemək yemək. Elə. Başqa ölkələrdə yemək yeyəcəm. Elə. Lap gözəl. Dağlara şey yeyəcəm. Ral, səncə hal-hazırda hansı yemək gələcək süfrəyə? Mənə elə gəlir, onu səhv deyirəm, amma brokoli məncə gəlir. Deyəsən sənə o şey kopya veriblər. Gəlsin onlar brokolilər. O nədir? Kök. Dadlıdır. Dadlıdır. Dadı yaxşıdır. Allah Allah. Sabina xanım necə dadı? Göşən. Köşəkdir. Siz yeyirsiniz kök, pişmiş kök. Sözünüzü bişmiş kök sevmir. Yəni mən belə sevmirəm. Mən belə dediyimdə mən elə deyirəm ki, daşdan yumşaq hər şey yeyəcəm. Amma brokolini, cücələmi çox bəyənirəm. Mən ikisini də supunu eləyirəm ayrı-ayrılıqda. Eləyə bildiyim tək şeylərdən biridir də.
Çox dadlı olur bu Siz də arada. hər bölümdə deyirsiniz eləyə bilirəm, amma valla görməmişəm. Yoldaşım da günü-gündən ağrılıyır. Buradakı yeməklərdən, daha doğrusu tərəvəzlərdən nəyi bəyənirsən? Kökü. Kökü. Bismillah. Köklə başladıq. Yeməyimiz budur. Cidden yeməyimiz budur. Bəli, bu gün sən diyetadasan da usta. Ta bu qədər də yoxdur. Bu niyə oldu yesin bu uşaq? Yəni cidden niyə yesin? Nəsə niyə yadı? Nə var masada? Yaşıl ağac. Ağacdır o. Brokoli. Başqa nə var? Kök Aha. və bir dənə də ağ brokoli. Ağ brokoli deyil o. Nədir? Gül kələm. Sevirsən belə yeməkləri? Yemirsən? Buradan ancaq kök sevirəm. Tamam, siz necə? Sevirsiniz belə? Sevirəm. Yaxşı, onda yeyin baxaq. Yemirəm. Davam elə, Ömər, davam elə. Acıdır. Öyle deyirəm. Digərlərinin də dadına bax. Kök niyə belə yumuşaq? Çünki bişmiş kök. Məsələn, Elnur çox sevir belə yeməkləri. Bütün gün ancaq belə Yox. Yox, yemərəm. Elə ancaq soğan yeyirəm də bütün gün. sən soğan yeyirsən. Mən dedim soğan yardan gəldi, bir yaxdan. Nuş olsun. Başlayın, baxaq görək. Bütün yemədim, amma dünən yemişdim 10 dənə zat. Nə qədər yemişsənsə, indi bu günə qədər qalıb. Aha. Sağ ol Tuncay. Maşallah, nuş olsun. Uşağı gözümüz deyil. Yemirəm normalda. Bəyənmədin? Pisdir dadı. Pisdir. O birisinə Onda belə bax. göstər də. Biz onda necə göstəririk? O bəlkə o birisinə də baxasan. O birisinə baxa bilərsən. Denən pisdir, bəyənmədim. Yaşıl bal. Beğenmedim. Bəyənmədin? 10 baldan neçə bal verirsən? Deyir, neçə verirsən? 5 verirsən, 1 verirsən. 1, 5 verirsən. 15. Axı o birləri də baxaq da. Bir ağ var, ağırda yaxşı deyirsən. Nədir? Bəyənmədin? Pisdir dadı. Ne oldu? Xoşuna gəlmədi? Bax, orada gül kələm var. Bəlkə onu sevdin. Biraz bax dadına. Sən də mənim kimi deyirsən burger zad yeyənsən. Hə? Deyirəm də. Yəni uşaqlar belə şeylər bəyənməz axı. Bəyənmədim. Sevirsən bişmiş kök? Heç birini sevmirəm. Dadına baxmaq məcburiyyətindəyəm, bilirsən də. Və bunlar bizim üçün vitaminli də əslində. Yəni sağlam qidalar sayılır. Ət yeyənsən? Hə. Yəni mənim adamım, qadanam, bu gögö ətini qoymuş qabağımıza. Biz bunu nətə yeyək? Dönər yeyənsən? Hə. Mayonezi bol. Hə. Sıradan. İndi gəl indi bunu yedən. Zarmış olsun, fırlatma ye. Sağ olun. Bunu yeyəsən gəl nə yeyirik ki biz. Sən gəl qoy əlinlə rahat belə. İyi qəşəngdir. Yox. Nə oldu? Oldu. Yox, bu qəşəngdir. Ağı ye. Yeyə bilmirəm. Yeyə bilmirsənsə çıxart, problem yoxdur. Sən yemişdin daha əvvəl brokoli. Hə, yox. Ulan maşallah siz elə brokoli yeyə böyük belə. Dadlıdır da. Tatlıdır. Brokoliyə tatlı Duzsuz deyən deyən. ilk nəfər adamsınız siz. Hə, özümü sevdirmişəm necəsə. İstəsən Ömərin payını göstərə bilərsən. Ömər paylaşarsan öz brokolisini. Yeməkləri də. Gül kələmi bəyəndin Ömər? Valla mən şokdayam, bunu yeyə bilirsən, sən halal. Axşam mənim anam restorandaydı. Hə. Mən də nənəm bildəydi. Anam demişdi, Aha. sən orada nənəncildə qal, gəl səhər götürərək. Amma Götürmədi. ya da götürmədi, 2 saat minimum burada boş-boşuna qaldım. Və məktəbə də gedə bilmədin. Həmişə də mən də gələndə onun otağına belə yıxılıb yatıbdı. Ya buna baxaq?
Bunu yesə pizza gələcək. Bunu ye, soku çək. Mən pizza gələdə. Pizza gələndə yeyəcəm deyir də kişi. Pizza gəlində yeyəcəksən. Adam xanım siz necəsiniz? Bu gün başınızdakı nədir? Pizza gələ. Bugün bir günə özəl hazırlaşıb gəlmişəm. Hətta tişörtümü də özəl seçmişəm. Ha, maşallah. Siz də uşaqlığınıza qayıtmaq Bəli. istəyirsiniz. Mən sevirəm bunları. Mənim favori yeməklərim siyasında, amma Tuncayı sevmədim. Tunca niyə sevmədin? Dadı pisdir. Rızanın biraz da burada çəkişini aparsaq. Hə, bütün ailəni sürüyən atıb. Hətta nənəm var Azərbaycanda da, amma o birisi 2 dənədir, biri burada, biri orada. Və babamın. babam deyilən nənəm deyil. O bir dənə babam var. O harda? Amerikada yoxsa burada? Amerikadadır. O maraqlı qaldı. Sən nə lazımdır babam orada? Özün açdın danışdın. Heç bir ara etsəydim, məncə geçin özün açdın danışdın. İndi elə belə prosto dedim şeydən nənəm babam olacaq. Ya Allah. Abi dişdən ha. Şeydir. Vay da dürəmsiz də mənim burada. Nətərdir? Gözü yaşardı uşağın. Salfetka verin də. Mən yeyə bilmirəm. Mən də yeyənmədim. Necədir? Nə dadı gəlir? O deyil, bu heç o deyil. Dadı necə idi? Belə də elə bil nəsən. Nanə yeyirsən, amma belə o ağzına soyuq acı dad gəlmir. Amma acılığı var. Belə də nətər deyim? Qarçisa kimi. Bəyəndin? Normal. Neçə bal verərsən dörd. buna? 10 baldan. 4, 4 bal. Xanım, siz neçə bal verirsiniz? 8, 1, əla. 10. 1. 1 bal. Məndən də 1. 1 bal. Ha, yəni mən belə şeylər yemirəm. 1 0 0 yox, 1 1 hə 1 Bəs sən? Mən kələmlə kökə görə 3 verirəm. 5 5 bal. Elmir, sən neçə bal verirsən? Mən xoşum gəlmir axı belə haşlanmış deyə, qaynadılmış 2 3. 2, 3. Yeməyimə baxmayaraq acam deyə yedim prosta. Okey. Gəlsin növbəti yeməyimiz. Hə. Gəlsin. Yox, onu vermir. İndi başqa yemək gəlir. İkinci yemək. Başqa yeməkdir. Yemirəm. Bir bax da buna gör nədir bu. Dadlıdır. İçində kartof var. İçində qartım yoxdur. Var. Yox, yemirəm. Niyə? Axı yesən tez böyüyəcəksən. Şorba sevmirsən? Sıf xoş deyiləm. Bax dadına onda görək sən inci şirin qızı görək bu şorbanı sevəcək. Nə oldu Sabina xanım? Uşaq sizdən daha yaxşı reaksiya verdi. Balqabaq dadı. Bəli. Balqabaq və ya boranı şorbasıdır. Sevdin? Sevmədin? Yemirsən heç balqabaq? Xoşun gəlir? Yox. Məcburi yedizdiriblər hə? Başlayaq görə yeyə biləcəksiniz. Ha, dadlıdır. Bəyəndim. Ha, mən də Bəyəndin? Mən də bəyəndim. O adam var, yanında oturan adam. O at əti yeyir. Niyə elə baxdın? Uşaq konkret Nifrət uzaqlaş deyə məndən. Bu nə iyrənc insan. Qulağa. Siz qəşəng tapışmısınız. Bəyəndiniz bu? İyisi pisdir, amma yeməkdən yaxşı. Dadı Yemək yaxşı. olar. Yemək olar ha. Ac qalmamaq üçün. Mən. Ac qalmamaq üçün deyirsənsə, bu onda pisdir net. Mərciyə oxşayır biraz. Dadı, rəngi. Rəngi. Dadı nəyə oxşuyur? Sən bunu Normal belə olur. deyirsən, mən də baxımda dadı. Yox. Dadı qəşəngdir.
Normal zardır. Zar həmişə yeməyi elə eləyir. Ha, yo belə. Bax sən də bax belə öyrədirəm bax. Ay sağ ol, belə. Uşaq yeri. Bir dənə də belə ye, götür bunu. Ay yox şey. Yox, bir dənə. Yo. Bir dənə, bir dənə. Yo. Xahiş edirəm. Belə tut. Bax belə getdik. Yox, xor bax, buna bax. Mən nə xorlanım? Mən ancaq mərcini sevirəm, suplardan bilmirəm. Niyə mərcini sevirsən? Dadlıdır, bir də köklüdür. Kim bişirir onu? Mamam. Ancaq mamam bişirən mərcini sevirsən? Yox, bütün. Prosta... Nə ki bu? Xanım, sizi dinləyək. Bilmədim, heç. İynən də tuta bilmədim nədir. Sən adətən gələn bütün yeməkləri iynəyirsən, ilk dəfə də tuta bilmədin. Nə iyi gəlir bundan? Nəsə? Bu, Brokoli supu falan da. bu boranın susudur. Deyirəm də. Boranın şorbasıdır bu. Boranı sevirsiniz? Mən yox. Ömər başladı. Yəni belə də. Nuş olsun, ye Ömər. Mən də yeyim. Ömər, səncə uşaqlar sağlam qidalanmalıdır? Yaxşı, sağlam qidalar hansılardır? Nə bilim belə ət, meyvə, tərəvəz. Okay. Hər ət sağlamdır, bəs. Məsələn, maqdonus sağlamdır. Onda bilinmir hansı ətdir. Dadlı da. Dad necədir? Durdu. Mən bəyəndim. Bəyəndin? Boranı sevmirəm amma bəyəndim. Bəyəndin. Yaxşı pişirdi, hə? Ya boran kimdir də? Boranı Elə bir sevirsən boranı sən? yeyirəm. Yemirsən boranı? Harda Nənəm yemirsən? pişirmişdi. Balqabaq şorbasıdır. Yəni uşaqlar üçün çox vitaminli dərsində. Heç bəs mən bunu yeməmişəm. 100% yeməlisən. Elə işi bəsdir. Brokoli bundan yaxşı idi. Valla Mən necə? brokolinin xalını qaldıram edirəm, 4 buna verirəm. Bana da eləyəm. Neçə eləyəsən onu? Bunu 3 Sənin yerin var da, 3. verərəm. Pizza. Bir dənə ye. Bəyəndin? Bəyəndinsə o da bir qaşıq da ye. Nuş olsun. Bəyəndi? Yaxşı, buna neçə bal verirsən? 4. 4 bal. verir. Neçə bal? Mən 10. Mən 3. 3 4 8. 8 bal. Bəs sən? 9 verərəm mən də. Dadlıdır. Gəlsin üçüncü yeməyimiz. Bu nədir? Pizza. Sən bunu sevirsən? Mən də sevirəm. Sən pizza sevirsən? Hansı pizzanı sevirsən daha çox? Pepperoni. Sevdin bu pizzanı İnci? Nuş olsun sana. Xoşlayırsan pizza? Göstərirəm. Bunları danışdırmaq çətindir. Nə, bu ayrı məsələ. Pizza sevirsən, Raul. Ben Hansı pizzanı sevirsən? ben böyle pepperoni. Nə deyir? Petruşka deyirsən, nə deyirsən ona? Pepperoni. Pepe? Ha, pepperoni? Pepperoni nədir? Tut bu ucundan. Ucundan tut. Aysa pük belə. Pük. Pizza həyata deyil. Aysa pük belə. En lazım değil. Valla püktün, bax bir dənə bax belə. Bax. Pepperoni olardı da. Pizzada tərəvəz olar. Göbələkdir bu. Ömər, orada deyəsən ancaq çörək qaldı. Başqa heç bir şey yoxdur. Yox, ət var. Bir dənə göstər onu ora. Belə oldu. Pizzanı bəyəndin Ömər? Dadı yaxşıdır. Nuş olsun. 1000 ondan. 10 baldan 1000 bal verirsən. Amma orada pizza qalmadı axı. Demək olar ki, hər şey Xəmir. üstündə bir xəmir, biraz pendir, biraz da toyuq qaldı. Sən bu pizzaya hansı adı verirsən? 5. 5 pizzası. Alın. O süneşə çıxardırdın, ha, çıxarmaq istəsən indi çıxar. Oha, Sən nədir niyə ki? bu qədər narahatsan uşağa görə? Qarşındakı çıxarmaq pizzanı istəyir ye də də. özün. Yox, bunlar nədir ki, baxın dedim. Özü qalır. Baba, Nədir bu? hadi mən toyuq əti pizzanın üstündə bəyəmirəm. Eyni pizzadır, eyni. Yəni bunları bil, hə.
Vay düzüm mən də özümə. Yemirsən nə dəqiqə? Əti yemirəm. Uşağın toyuqlarını götürdün yəni rəsmən. Yemirdim, ona görə götürdüm, yoxsa içən bilmirəm. Yedir. Minnət olsun, minnət nə deyil? Görürsən mən çardıram, bilirsən mən təzən yeyəcəm. Yetin sözünü dedik uşaqlar. Yetə deyilməyən sözlər mənə dedik. Olsun da. Adam xanım, özünüz yeyirsiniz, uşaq qalıb orada. Niyə bildin? Bu gün böyüklər günü deyil, uşaqlar günüdür. Yəni siz yeyirsiniz. Mən də acıqdım, ona görə. Gəl. Neçə bal verirsiniz lan? Sən neçə bal versənsə, mən də o qədər deyəcəm. 10 bal. 10 bal veririk. 7. 6-7. Əmin Qəsəm. Onu yox, da bu dilənçi dadı bunu. Onu bir də yiyin. Ədəyin aşağı inin. Neçə bal verirsən bu pizzaya? 6. Niyə daha dadlıları var? Pişik adam mənim qabağıma yığılsa bildir. Siz neçə bal verirsiniz? 10. 10 bal. Ayda. Şeydə. Tamam. Bu gün 1 iyundur. Uşaqlar bayramıdır. Bəli. Biz istəyirik ki, uşaqlar daim xoşbəxt olsun. Ona görə birazdan bura piperoni da gələcək. Oo. Sözün var nəsə kameraya demək istədiyin fikrin var? Nə var? Abunəçilərimizə çox sağ olun və bu kimsə abunə deyirsən, zəhmət olmasa abunə olun. Xahiş Təşəkkürlər. edirəm. Çox sağ ol. Yapışmışam sənə. Nuş olsun. Nuş olsun. Siz bayaqdan da bu pizzanı istəyirdiniz. Bəli. Əslində biz düşündük ki, siz hansı pizzanı yeyə bilərsiniz, ona görə qarışıq deyilmişdi. Amma baxdıq ki, üçünüz də eyni pizzanı sevirsiniz. Ona görə çəkiliş gedə sağ olsun. Bizim prodüser heyəti getdi, tapdı sizin istədiyiniz pizzadan aldı. Düz alıblar. Bəli. Uşaqlar bayramımız mübarək